Bizə 15 dənə, bax bu 1 metr uzunluq, 60 santimetr hündürlüyündə zadları, betonları bizə verir, çoxlu miqdarda. Oradaca qalıb, körpüzat qutarıb. Sən demə, məndən qabaq, mənim müəllimim olmuş kəndimizdə, indi müəllimlikdən çıxıb gedib Gəncədə polis idarəsində işləyir. Bu gəlib buna zadı. O vaxt milis paltarı dedi. Milis paltarını deyib, xahiş edirəm, bunları ver, qoy biz aparaq yola zadı. Buna deyib, yox, olmaz bu hökumətdəndir, nə darsın? Milisdən qorxur. Bu dedi ki, mən bilməmişəm, o müəllim deyirlər, çox yaxşı adam, dedim, bəli, çox yaxşı adamdır, mənim də müəllimim olub. Mən ona verməmişəm, indi mən sənə nə tər verim? Dedilər ki, müəllim o deyil, orada çay içir. 6-cı gündür. Gəncədən evlərinə gəlir. Getdik çayxanadan gətirdik bunu da. Dedim, denən elə Həbib müəllim. Dedi, niyə yox, mən Həbib müəllimə verməmişəm. Dedim, sana verirəm bunu. Həbib müəllim yanında dedi ki, bax, bu sənin tələbənə verirəm. Pul da lazımdır. Dedim, mən gətirib bunu aparaq. Dedi, nə aparmaq? Siz aparaq, gedin işinizlə yerində. Sabah mən özüm kran gələcək, gəlib bu daşları maşınlara qoyacaq. Maşınlar da aparıb, sabah da mən gəlməliyəm, avqustun 25-idir, 26-sında meclisdə olmalıyam.